Başa düşdünüz? Bir də izah verim. Başa düşdüm. Başa düşdün, Nicat. Bəli. İndi burada birinci məsələmizdə görək nə deyir. Miqyası nə qədər veribdir? Baxın, 1 bölünsün 500 mindir. 1 bölünsün 500 min miqyaslı xəritədən 2 dənə şəhər arasında məsafə 8 santimetrdir. Deməli, xəritədir. Xəritənin miqyasına baxırsan ki, 1 bölünsün 500 min bunun aşağı hissəsində yazıbdır. Burada bir nöqtədir, burada bir nöqtədir. Bunlar arasında da 8 santimetr məsafə var. Həyatda bunlar arasında nə qədər məsafə var? Bax, bunu tapmalıyıq. Həqiqi məsafəni tapmalıyıq. Həyatda bunlar arasındakı məsafə nə qədərdir? Bunun üçün nə edirik? Bizə verilən bu miqyası kilometrə çeviririk. Bayaq demişdik, kilometrə çevirəndə nə edirdik? 100 minə bölürdük. 100 minə bölürdük. 100 minə bölmək demək, arxasında neçə sıfır var deməkdir? 5 sıfır. 100 minə bölmək üçün 5 sıfır silməliyəm. Deməli, mən də buradan 5 sıfır siləndə nə qaldı? 5. Deməli, bu 1 santimetrdən 5 kilometr deməkdir. Aha, miqyası tapdım. Miqyas nə qədərdir? 1 santimetrdə 5 kilometr. Bunu tapdıq. Bəs xəritədəki məsafə nə qədərdir? 8. Biz demişdik ki, həqiqi məsafəni tapmaq üçün miqyası vururuq xəritədəki məsafəyə. Həqiqi məsafə bərabərdir 5 vuraq 8. O da eləyir 40 kilometr. Aha, buyur Nərmin. Konturlu şərti işarələrlə təsvir edilən coğrafi obyektləri müəyyən edin. Əkin sahəsi, meşə, göl, çəmənlik. Ondan sonra B variantında çay gedir. Aferin. Ondan sonra bax, B variantında çay gedir, çay xəttidir. Bulaq gedir, bulaq konturlu deyil, miqyassızdır. Bu ikisi getdi. D variantında su quyusu gedir, miqyassızdır. Dayanacaq gedir, miqyassızdır. D variantında yenə çay xəttidir, dəmir yolu, boru kəməri, hamısı xəttidir. E-də də gedir, məsələn, məktəb. Məktəb miqyassızdır. Elə qaldı bizə A variantı. Əkin sahəsi geniş bir sahədir. Meşə böyük bir sahədir. Göl, çəmənlik. Hamısının sahəsi var. Ona görə də sahəvi olaraq biz bunu götürürük. Yəni konturlu demək onsuz da sahəvi deməkdir. Məsələn, sən verir bir dənə ağac. Tək ağac. Tək ağac verirsə, bu miqyassızdır. Amma bir neçə ağac verirsə, artıq bu meşə sayılır və bu olur konturlu, yəni sahəvi. Ya da olsun çol. Bir dənə çol veribsə, Nərmin, bir dənə çol. Bu olur miqyassız. Amma çolluq veribsə, bu artıq olur konturlu. Aha. İkincini həll edə bilərsiniz, yoxsa izah verim? Müəllimə istəyirsiniz şey eləyim, mən də həll eləyim deyim. Yəni, üçər deyə bilərsən, yoxsa mən deyim? Olar, deyim. Mənim burada həqiqi məsafəni tapmaq üçün birinci xəritənin miqyası 1 bölünsün 5 milyondur. İzahlı miqyasa çevirmək üçün 1 santimetrdə 50 kilometr olacaq. 5 dənə sıfır silərik. Xəritədəki məsafədə 8 santimetr verib. Oldu. 8 santimetr verib. Deməli, mənim həqiqi məsafə 400 kilometr. İkinci xəritədə 16 santimetr verib. İkinci xəritənin 1 santimetrə düşən məsafə. Bu birinci xəritədir. 400 kilometr 16 santimetr, 400 kilometr 16 santimetr 25 kilometr. Deməli, mənim ikinci xəritənin izahlı miqyası 1 santimetrdə 25 kilometrdir. Yəni 1 bölünsün, belə deyək, 25 yanında 5 dənə sıfır olmalıdır. Deməli, xətti miqyasda sıfırın sağındakı ilk rəqəm 1 santimetrə bərabər olan kəmiyyəti, yəni 25-i göstərməli və vahid mütləq kilometr olmalıdır. Deməli, burada variantlara baxsaq, B variantının sıfırdan sağda elə 25 yazılır. 25 yazılır və sonu kilometrlə bitib. Ona görə də doğru cavabımız B variantı olur. Aferin sənə. Yəni, burada tapdıq 25. Biz də onda xətti miqyasımızı 25 ilə başlamalıyıq. Digərində heç birində 25 ilə başlamayıb. Amma demişdik ki, sonuna da diqqət edirik. Sonunda bizdə metr vermir, kilometr verir. Çünki 25-in arxasında biz 5 sıfır yazmalıyıq ki, o santimetrə çevrilsin.